Əylisin sirri təkcə qədim tikililərdə, axar suyunda deyil, həm də bu suların keçdiyi yeraltı memarlıq incilərindədir. Bu kənddə Nuhqədik, Laləzar, Quşlu Çeşmə, Üst Məhəllə, Qarabağ və digər adlarda 20-dən çox kəhriz var. Bu kəhrizlər 40 pilləli kəhrizlər sinifinə aid edilir. Çəkiliş apardığımız Yuxarı Əylis kənd sakini Məhərrəm Məmmədovun həyətindəki tarixi tikili bugün də görənləri heyrətə salır. Yerin 10 metr dərinliyində qərar tutan bu abidə sanki zamanın dondurulduğu bir məkandır. Naxçıvanın ən qədim yaşayış məskənlərindən biri olan Ordubad rayonunun Əylis kəndi ərazisindəyik. Bu kənddə irili xırdalı, hazırda fəaliyyət göstərə bilən, yəni bu günədək qorub saxlana bilən 20-dən artıq kəhriz var və bunlardan ən yaxşı vəziyyətdə qalanı kənd sakini Məmmədov Məhərrəmin həyətində yerləşən bəs bu abidədir. Bu abidəni unikal edən isə abidənin 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərinə aid edilməsi və bu abidənin həm soyuducu anbar kimi, həm də kəhrizin belə deyək, qorunması, mühafizəsi üçün tikilmiş bir abidə hesab olunur. Bugünədək öz orijinal üslubunu qoruyub saxlaya bilib və hazırda da kəndin əsas su ilə təmin edən çeşmələrdən birinin üzərində tam şəkildə bugünədək qalıb. Kənd ziyalısı, tarixçi Yusif Qədirquliyev deyir ki, bu qədim yurt yerinin altı sanki mirvari boyunbağı kimi bir-birinə bağlanan yeraltı su yolları ilə hörülüb. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə qədər bəzi mənbələrdə burada 40-dan çox su belə deyək ki, qaynağının, bulaqların olduğu haqqında məlumatlar verilir. Ancaq sonraki dövrlərdə isə xüsusilə də Sovet dönəmində yəni bunlara olan öcey münasibət onların bir çoxlarının tamamilə ya məhv olmasına, ya dağılmasına, bir qismi isə birbaşa əhalinin belə də ki, nəzarətində olduğuna görə əhalinin içməli və təsərrüfat sularına olan ehtiyacının məqsədi ilə əhali tərəfindən belə deyək ki, icma şəklində qorunub saxlanılmış. Onlar bu günləri də əhalinin həm içməli, həm də təsərrüfat suyuna olan tələbatını qismən də olsa ödədiyim kimi, yəni bu həm də böyük bir memarlıq işidir. Yəni bu mühəndis memarlıq işidir. Yəni təsəvvür edin ki, bəzi yerlərdə bu quyuların dərinliyi hardasa 35-40 metrə qədərdir. Aşağı və yuxarı əylisdə birlikdə hardasa 70-dən artıq demək olar ki, kəhrizlər olub. Yuxarı Əylisin kəhrizləri əsrlər keçsə də nə quruyur, nə də öz saflığını itirir. Çünki onları qoruyub saxlayan, hər daşını əzizləyən sadiq kənd sakinləri var. 48 yaşım var, burada böyümüşəm, bu məhəllənin adamıyam. Yəni gözümü açandan da bu çeşmə, bu kəhrizi görmüşük. Yəni belə də həm suvarma suyu üçün istifadə olunur, həm içmək üçün. Lazım olanda da ki, məsələn, özümüz yığılıb tamir eləyirik. Bu çətdə ki, ən azı bir 15-20 dənə belə kəhriz vardı. Havanın istisində buz kimi sərinliyə, memarlıq quruluşu ilə orijinallığını qoruyan bu tikililər əcdadlarımızın mühəndislik zəkasının canlı sübutudur. Əylis kəhrizləri bugün də həm kəndin susuzluğunu yatırır, həm də tarixin dərin qatlarından gələn bir pıçıltı kimi keçmişi gələcəyə daşıyır. Xosrov İbrahimov, Tərlan İbrahimova, Emin Novruzov, NTV Xəbər.